Salam əziz dinləyicilər. Bugün mən sizə Ulu Tanrı rubrikasına çıxış edəcəm. Ulu Tanrı rubrikasında biz Allahın dərgahının 9 məkanı haqqında danışdıq. Sonra 9 makro kainatın, belə deyək, yəni makro kainatlar və mikro kainatlar həyatda çoxdur, mövcud, ancaq mən makro kainatlardan 9 dənəsi seçmişəm nümunə kimi və bu 9 makro kainatını seçdiyim nümunədən azısı haqqında sizə danışmışam. Belə ki, imutali məkandan, nemtali məkandan, hansı ki bunlar bilirsiniz ki makro kainatlar adlanır. İmmutabilizator məkanından, infazator məkanından, kaminizator, despanizator məkanlarından danışdım və immutalində yaşayan ali qüvvələr, biotiklərdən, nemtalində yaşayan nukleonlardan, immutalizatropda yaşayan despotlardan, infazatorda yaşayan infalardan, kaminizatorda yaşayan estalardan, despanizatorda yaşayan rengel haqqında söhbət elədim. Bugün mən isə sizə növbəti, yəni seçdiyim 9 makro kainatın sonuncu 3 məkanı haqqında söhbət etmək istəyirəm. Və bilirsiniz ki, bu ali qüvvələr hamısı onların mental şuur dərəcəsi, milli mental şuur dərəcəsinə malikdir. İndi biz bu məkanlar haqqında 7-ci makro kainatdan danışmaq istəyirəm. 7-ci makro kainat amnezi adlanır. Amnezidə yaşayan ali qüvvələri mən hidronlar adlandırmışam. Əlbəttə ki, bütün bunları mən amillərin nümayəndəsi köməklə bu fikirləri söyləyirəm. Yəni bunlar mənim fikirlərimdir, amillərin fikirləridir ki, mən amillərin fikrini alıram və birbaşa bədahətən sizin nəzərinizə çatdırıram. İndi amneziya 7-ci məkanda, amneziya məkanında deməli atmosferdə materiya qatına ibarətdir. Amneziyada yaşayan ali qüvvələri mən dedim hidronlar adlandırmışam. Hidronlar da başqa ali qüvvələr kimi onlar efir bədənlər, astral bədənlər və milli mental şuur dairəsindən ibarətdir. Mən bu amneziya məkanı haqqında əvvəllər də çıxış eləmişəm. Onu da demək istəyirəm ki, amneziya məkanı özü belə deyək, şəffaf bir sferanın içindədir və buradakı hidronların onların bir növ quruluşuna nəzarət eləsək, görərik ki, bunların deməli astral bədənləri bir növ sarı rəngdədir. Sarı rəngdədir. Bu da yəqin ki, bu hidronların atmosferdən aldığı enerji ilə qidalanma zamanı baş verir. Hidronlar atmosferdə reaksiya nəticəsində aldıqları, reaksiya nəticəsində yaranan bu enerji buludlarından özlərini maddi qidalandırırlar, enerji ilə qidalandırırlar və bu hidronların deyərdik ki, onların deməli efir bədənlərinin qidalanması üçün bir növ birbaşa hidronların astral bədəni qəbul edir. Hidronların astral bədəni həmin atmosferdə olan enerji buludlarından həmin enerjini alaraq onu birinci ilk növbədə onun
astral bədəni həmin enerjini qəbul edir və həmin enerjini qəbul edən zaman onun astral bədənin rəngi dəyişir, sarı rəngə çevrilir. İndi mən burada bu makro kainatların 3 məkanı qalıb, çalışacağım bu 3 məkan haqqında danışam və eyni zamanda hər dəfədə çünki bu ali qüvvələrin yəni danışacağım ali qüvvələrin hər üçünün deyir astral bədənin efir bədəni mental bədəndən ibarətdir və çalışıram ki mən indi hər bir ali qüvvə haqqında danışanda onların bir struktura quruluşunu danışım. Yəni ki indi bu 7-ci amneziyada yaşayan hidronlardan danışıramsa, istəyirəm ki, hidronlarda gedən onların astral bədəninin funksiyalarını danışım. 8-ci makro kainatdan danışanda efir bədənindən struktur quruluşundan danışacağım. 9-cu məkandan danışanda orada ali qüvvələrin milli mental şuur dairəsindən danışacağım. İstəyirəm ki, hər bu makro kainat haqqında danışanda orada həmin o makro kainatda yaşayan ali qüvvələrin bir funksiyasını, yəni bir bədənin xarakter xüsusiyyətlərini araşdıraq. İndi mən burada amneziyada yaşayan hidronların astral bədəninin xüsusiyyətlərini araşdırmaq istəyirəm. Hidronlar öz həyat tərzlərini qururlar, onlar öz həyat proqramlarını yerinə yetirirlər. Onlar həyat proqramı ilahiyyat qanunu əsasında həyata keçir. Onlar ilahiyyat qanunu əsasında özlərinin missiyalarını yerinə yetirirlər. İndi hidronlar demək olar ki, öz məkanında daim hərəkətdədirlər və bu hərəkət zamanı hidronlar müəyyən enerji itkisinə məruz qalırlar. Bu zaman bu hidronların efir bədəni həyəcan siqnalı qaldırır və impulslar göndərir. Həmin impulsları hidronların efir bədəni birbaşa onların mental şuur dairəsinə göndərir. Mental şuur dairəsində həmin impulsları qəbul edən deməli şuur dairəsi deməli həyəcan siqnalı qaldırır və həyəcan siqnalını onun deməli bir növ yenidən efir bədəninə göndərir və efir bədəni efir bədənində bir növ həyəcanlanma prosesi baş verir. Efir bədənində deməli bu hidronların efir bədənində titrəyişlər baş verir və bu titrəyişlər onu göstərir ki, hidronların enerji mübadiləsi zəifliyibdir. Ona görə hidronlar atmosferə qalxırlar və atmosferdə olan enerji buludlarından enerji qəbul edirlər. Və enerjini qəbul edən də ilk öncə deməli bu hidronların astral bədəni olur. Bu hidronlar atmosferdə o vaxta qədər ki enerji qəbul edirlər ki, onların astral bədəni bir növ sarı rəngə çalır. Və sarı rəngə çalınan sonra hidrogen bilir ki, onun deməli enerji balansı nizamlanıb və deməli materiya səthinə qayıdırlar və bu zaman materiya səthinə qayıdandan sonra hidronların deməli efir bədəni enerjini belə astral bədənin enerjini efir bədəni ötürür. Ancaq elə olur ki, bəzən hidronların astral bədəni daha çox enerji qəbul etdiyindən onların deməli müəyyən əsas hissəsini təxminən 70%-ni efir bədəninə
göndərəndən sonra efir bədəndə enerjinin belə deyək ki, tam təminatı ödəniləndən sonra və burada müəyyən deyək ki, bir 30% qalır. 30%-ində 20%-i onun astral bədəninə sərf olunur və bu zaman 10% artıq enerji qalır. Bu 10% artıq enerji hidronlar deməli ətrafa buraxır. Yəni öz deyək ki, bədənindən yəni öz astral bədəni kənara buraxır və nəticədə də məhz hidronların yaşadığı mühitdə deməli əlavə enerji buludları yaranır. Bu əlavə enerji buludları yaranması bir növ onlara kömək edir. Belə ki, ta ki, hər hansı bir hidron hidronda belə deyək, efir bədəni cüzi enerji istifadə etdikdə bu hidron bilir ki, yəni ətrafında çoxlu enerji buludları var. Deyir, atmosferə qalxmaqdansa elə yanındakı enerji buludlarına onu özümün efir bədənimi tənzimləyim. Və nəticədə də həmin hidron atmosferə qalxmır, oradan enerji buludlarından enerji almır və cüzi enerji demək israf olunanda nəticədə bu hidron çalışır ki, elə daha axırı gözləməsin ki, yəni axırda bunun efir bədənində enerji çatışmamazlığı yaransın, onu gözləmir. Acmaz cüzi çatışmamaz baş verəndə həmin hidron astral bədəni enerjini yəni ətrafdakı enerji ilə qəbul edərək bir növ onu efir bədənə ötürür. Efir bədənində çatışmamazlığı aradan qaldırır, sonra yerdə qalan özünün astral bədəninə sərf edir. Bax, belə bir proseslər də həyata onda belə başa düşmək olar ki, bu amneziyada yaşayan hidronlar enerji qidalanması iki istiqamətli olur. Bir, atmosferdən enerji ilə qidalanma, bir də yəni ətraflarında olan artıq enerji ilə özlərinin enerji təchizatını ödəmək. Bax, bu iki istiqamətdə bu proseslər həyata keçir. İndi bu mənə elə gəlir, bu amneziya haqqında bəhs eləyər. Mən istəyirəm, çalışıram ki, bugünkü çıxışımda elə edim ki, bu makro kainatları bir gün qutarım və gələn çıxışımda mikro kainatlardan başlayayım. Fikrim budur. Çalışıram ki, bu belə deyək, 48 dəqiqə ərzində bu çıxışlarımı tamamlayayım. Bildiyiniz kimi, hər dəfə video çəkəndə videomu 1 dəqiqə artırıram. Düzdür, keçən dəfə 49 dəqiqə çıxış elədim və 1 dəqiqə artıq çıxış elədim. Yəni, keçən 48 dəqiqə çıxış eləməliydim, 49 dəqiqə çıxış elədim. İndi bugün istəyirəm ki, 48 dəqiqə çıxış edim və növbəti çıxışımda isə 50 dəqiqə keçin. Və belə-belə nəhayət 1 saat ondan sonra və növbəti videolar 1 saat həcmində olacaq. Bugün mən sizə ikinci məkan haqqında, yəni 8-ci məkan haqqında danışmaq istəyirəm.
8-ci məkan sektonomeziya adlanır və sektonomeziyanın özü də materiyanın və atmosferdən ibarətdir. Sektonomeziya şəffaf bir sferadan təşkil olunmuşdur. Sektonomeziyada yaşayan ali qüvvələri mən tanrılar adlandırmışam. Tanrılar da deməli efir bədəni, astral bədəndən və minlik mental şuur dairəsindən ibarətdir. İndi biz bu keçən deməli əvvəlki ali qüvvə olan hidronların astral bədənindən danışdıq. İstəyirəm ki, bax burada isə tanrıların efir bədənindən danışım. Tanrıların efir bədəninin funksiyalarının izahını sizin nəzərinizə çatdırmaq istəyirəm. Və onu da deyim ki, tanrıların efir bədənləri birbaşa olan mental şuur dairəsinə əlaqə yaradır və efir bədənində gedən prosesləri onların mental şuur dairəsi gözəl bir müəyyən dəqiq analiz apara bilir və tanrıların mental şuur dairəsi ilahiyyat qanunu əsasında onların həyat proqramının düzgün yerinə yetirilməsində böyük rol oynayır. İndi bu tanrıların efir bədənində ta ki müəyyən bir dövr keçir, tanrılar daim hərəkətdədirlər və mən hərəkət zamanında mən enerji sərf edirlər və bu enerjini sərf edən zaman tanrıların efir bədənində enerji çatışmamazlığı baş verir. Və bu zaman tanrıların efir bədənində müəyyən deməli titrəyişlər baş verir. Həmin titrəyişlər nəticəsində müəyyən elektromagnet dalğaları yaranır və bu elektromagnet dalğaları birbaşa onun mental şuur dairəsi qəbul edir və mental şuur dairəsi həyəcan siqnalları qaldırır. Və həyəcan siqnalları qaldırandan sonra tanrılar atmosferə qalxır, orada enerji buludlarından enerji qəbul edir və yenidən material səthinə deyək ki, düşür. Yəni material səthində, çünki onlar material səthində hərəkət edirlər, atmosferdə yox. Və tanrılar onların efir astral bədəni hansı ki bu enerji buludlarından enerji ilə özlərini təmin etdilər. Sonra efir bədənlə astral bədən arasında bir növ kanal açılır və həmin kanal vasitəsilə efir bədən astral bədən enerjini tozsoran kimi sorub özünə, yəni öz bədəninə daxil edir. Və müəyyən deməli tam efir bədən tam enerji nizamlanan sonra və bu tanrının efir bədəni həmin kanalı bağlayır və əlavə enerji qəbul etmir. Və bu zaman tanrının astral bədənində müəyyən qıcıqlanmalar baş verir. Tanrının və astral bədənində müəyyən qıcıqlanmalar, titrəyişlərin nəticəsində tanrının başa düşür ki, onun astral bədəndə artıq enerji var və o bu zaman tanrıların astral bədəni xarici mühitlə əlaqəsi bərpa olur. Bir növ astral bədəndə kanal açılır xarici mühitlə və həmin kanalla artıq enerji belə deyək, ətraf mühitə buraxılır və astral bədən tam enerjisini normaya düşəndən sonra həmən kanal bağlanır və bununla da belə deyək, tanrılarda enerji mübadiləsi sona yetir.
İndi ben bu tanrılar hakkında danıştım ve sektonomeziya dedim ki bu tanrılar yaşadığı mekan sektonomeziyadır ve sektonomeziya yaşayan tanrılardır. Bunları da biz efir bədənindən danışdıq. İndi isə gəlin mənim seçdiyim 9-cu məkan, yəni mən 9 məkan seçmişəm, 9 makro hekayəni seçmişəm. İndi isə gəlin 9-cu makro kainat haqqında danışaq. Və onu da deyim ki, 9-cu makro kainat mentonomeziya adlanır. Mentonomeziyada mentonlar yaşayır. Mentonlar da başqa ali qüvvələr kimi onlar da efir bədənindən, astral bədənindən və minlik mental şuur dairəsindən ibarətdir. İndi bu biz burada deyək ki, hidronların astral bədənindən danışdıq, tanrının efir bədənindən. İndi isə mentonun biz mental şuur dairəsindən danışaq. Mentonların mental şuur dairəsi birbaşa onları deməli ondan ibarətdir ki, mentonlar bir-birinə təfəkkür dilinə, bir-birindən informasiya mübadiləsi həyata keçirlər. Nəinki mentonlar öz deyək ki, makro kainatında bir-birinə kontakt yaradırlar. Eyni zamanda mentonlar başqa makro kainatlara səyahətlər edirlər və başqa makro kainatlara səyahət zamanı oradakı başqa ali qüvvələrlə kontakta girirlər və başqa ali qüvvələrlə informasiya mübadiləsi həyata keçirirlər. İndi bu mentonların da deyək ki, mental şuur dairəsi elə bir qüdrətə malikdir ki, onlar nəinki makro kainatların yaranması haqqında, mikro kainat yaranması haqqında müəyyən məlumatları var. Yəni bilirlər ki, məsələn, onların məkanı mentonomeziyadır və bilirlər ki, mentonomeziya təbiəti necə yaranıb, materiyası necə yaranıb, atmosferi necə yaranıb və əlbəttə bunların sferası necə yaranıb. Və bu, onlar öz mental şuur dairəsi ilə bütün bunların sirlərini bilirlər. Bir növ ilahi sirlərinin müəyyən faiz deyək, qanunları açarını tapıblar. Onlara məlumdur. İndi mən burada düzdür, mental şuur dairəsinin vəzifəsi bilirsiniz ki, bir-birlə informasiya mübadiləsi aparmaq və başqa ali qüvvələrlə də əlaqə qurmaq proseslərini həyata keçirirlər. Yəni bu prosesləri biz bilirik. İndi istərdim ki, bax, mən burada dedim ki, makro kainatlar seçmişəm və bu makro kainatların 9 məkanını seçdim və 9 məkan haqqında sizə məlumat verdim və bu 9 məkanda yaşayan ali qüvvələr haqqında söhbət etdim. Onların məkanların quruluşu haqqında söhbət etdim. Bu barədə informasiyalar verdim və istəyirəm ki, indi isə mən növbəti çıxışımı demək, mikro kainatlar haqqında edim. Mən deyim ki, mikro kainatlar da deməli 9 dənə mikro kainat seçmişəm və bu 9 mikro kainatın haqqında mən sizə müəyyən məlumatlar verəcəm və onu da deyim ki, bu 9 mikro kainatın
içində bizim kainat da var və bizim kainat haqqında da öz fikirlərimizi sizə çatdıracağam. Bu mən sizə dedim ki, bu kosmik plazma ki partladı, yani kosmik fəzada, qaranlıq dünyada bu kosmik plazma partlayandan sonra Allah Taala'nın dərgahı və onun 9 məkanı yarandı. Sonra bu Allah'tan dərgah 9 məkanı ətrafında makro kainatlar ve onlardan da uzakta mikro kainatlar yarandı. Şimdi biz bu dərgah ətrafında fırlanan 9 makro kainatdan danışdıq. İndi isə istəyirəm ki, ən uzaq məsafələrdə yerləşən mikro kainatlardan da söhbət edək. Və bu mikro kainatlar haqqında da makro kainatlar kimi onlar haqqında sizə məlumat edim. Və mikro kainatlardan da mən seçmişəm. Bir 9 tane mikro kainat seçmişəm və istəyirəm ki, bu seçtiğim mikro kainatlar haqqında sizə söhbət edim. Birinci mikro kainat leptonameziya adlanır və leptonameziyada yaşayan ali qüvvələr leptonlar adlanır. Yəni bu adları və bu mikro kainatların adlarını mən məhz amillərin nümayəndəsinin köməyi ilə adlandırmışam. Yəni amillərin köməyi ilə biz ad vermişik. Yəni ki, yəni bu adları ikimiz birlikdə, yəni amillərin nümayəndəsi mən bu mikro kainatlar həm məkanın adını vermişik, həm də həmin məkanda yaşayan ali qüvvələrin adını biz seçmişik və dəqiqləşdirmişik və insanlara çatdırmaq üçün bu adlarla çıxış edirəm. İndi bu seçdiyim birinci mikro kainat leptonomeziyada leptonlar yaşayır. Leptonlar da onlar da efir bədənindən, astral bədənindən mental şuur dairəsindən ibarətdir. Bunlar haqqında biz söhbət etmişik. Ancaq onu da deyim ki, makro kainatlar şəffaf sferalardan ibarət olsa da, mikro kainatlar bir növ tutkun formada, onların sferası tutkun formalıdır. Yəni. Elə təsəvvür ki, kosmik fəzadan baxırsan, makro kainatlara baxsan, mikro kainatlara baxsan, orada seçsən ki, bax bu şəffaf sferalar bunlar, o bilirsən ki, bunlar makro kainatlardır. Və o şəffaf sferalardan kiçik sferalar, bunlar da rəngi tünd rəngli, şəffafdır, tünd rənglidir. Bilirsən ki, bunlar da mikro kainatlar. Yəni, makro kainatlarla mikro kainatlar öz rəngləri ilə bir-birindən fərqlənirlər. Yəni, bunları biz yəni ki, seçmək olur. Yəni, bunu necə seçirik? Mən yenə deyirəm, təsəvvür edin ki, mən təkcə məkanlara daxil olmuram. Yəni, mənim mental şuur dairəm, məsələn, deyirəm çünki belə deyək, mütləq sıfır o deməkdir ki, bax, mütləq sıfır bir anla ölçülür. Bax, bir anda fikirləşirəm ki, məsələn, deməli, bu makro kainatlar kosmik fəza necə görsənir? O anda məndə bir mənzərə açılır və mənzərədə görürəm ki, makro kainatlar, çoxlu makro kainatlar Allahın dərgahı ətrafında dolanır.
və deyirəm ki, mikro kainatlar sferası necə formadadır. Yenə elə o anda kosmik fəzada oluram. Belə deyək ki, qaranlıq bir dünyada oluram və oradan görürəm ki, makro kainatlardan sonra mikro kainatlar gəlir və mikro kainatlar həm ölçüsünə görə makro kainatdan balacadır, kiçikdir. Və təsəvvür edək ki, belə deyək, makro kainatlar bizim bir günəş ölçüsündə olsa, mikro kainatlar belə deyək, bizim bir deyək ki, Venera ölçüsündədir. Və yaxud da ki, makro kainatlar deyək ki, Yupiter ölçüsündədirsə, mikro kainatlar bizim yer planeti ölçüsündədir. Bax, belə Günəş deyək ki, Venera yaxud da Yupiter, Saturn, yer müqayisəsini edə bilər. Yəni, ölçüsünə görə onlar öz ölçüsünə görə böyük sferalı, şəffaf sferalardan ibarət bir kupoldan ibarət elə bil ki, bir sferadır, kürədir, dairədir, şəffaf. Bu mikro kainatlar isə deməli tünd formada bir sfera formasındadır. Bütün bu mikro kainatlar hamısı onların sferası deməli deyək də şəffaf hariç tünd formadadır. Yəni şəffafla tünd bir-birindən asanlıqla seçilir. Yəni mən o qaranlıq dünya kosmik fəzada makro kainatlara da baxıram, mikro kainatlara baxıram. Elə bir orada durmuşam, qaranlıq dünyada, göydə, fəzada və kino kimi onlara baxıram kənardan. Necə oturuq məsələn kresloda, televizora kinoya baxan kimi. Elə biz seyr edirik. Yəni biz televizorda kinoya, konsertə baxırıq. Bax, bu proses də elədir ki, elə bil ki, mən kosmik fəzada qaranlıq dünyada oturmuşam, fəzada və həmin o makro kainatlar, mikro kainatları bir növ seyr edirəm. Və onlar bir-birindən seçməyi bax bu cür anlayıram. Yəni mən onu demək istəyirəm ki, bax bu mütləq sıfırın mahiyyətini demək istəyirəm ki, bu mütləq sıfır o deməkdir ki, yəni ki, mən çox şükür ki, amillər mənə o mütləq sıfırı verirlər, mütləq sıfırın açığını verirlər. Bu o deməkdir ki, mən bir anın içində nəyəsə fikirləşirəmsə, bir anın içində mən orada oluram. Məsələn, tutaq ki, fikirləşirəm ki, mən Venerada olmaq istəyirəm. Və bir anın içində elə bir Venera planetinin içindəyəm, Venera materiyasını, atmosferini görürəm. Bax, bu belə bilir. Onun kimində məkanlar ki, gəzirəm, planetləri gəzirəm və özünüz görürsünüz, bütün planetlər haqqında da mən daima sizə məlumat verirəm. Həmin planetlər haqqında öz fikrimi bildirirəm. Bax, məsələ bundan ibarətdir. İndi söhbət ondan gedir ki, biz bu məqsəd odur ki, burada indi makro kainatlardan söhbət elədik, öz fikirlərimizi bildirdik. İndi istəyirəm mikro kainatlar haqqında da danışım və dedim ki, mikro kainatlar 9 mikro kainat seçmişəm və onların birincisi leptonomeziyadır və orada leptonlar yaşayır, onlar ayrı qüvvələrdir. İndi bunlar haqqında nə deyə bilərəm? Onlar, yəni ki, bunların da efir bədəni, astral bədəni, mental şüurdaları makro kainatlarda yaşayan ayrı qüvvələr eyni təşkil. Onların struktur quruluşunda fərq yoxdur. Hamısı eyni xarakter, eyni xüsusiyyətə malikdir. İndi birisimi, bu efir bədənindən danışdıq, astral bədənindən danışdıq, mental şüur dairəsindən danışdıq. Burada leptomeneziyadan nədən danışa bilərik?
Leptonun yalnız burada leptonların həyat tərzindən danışmaq ehtiyac yoxdur. Çünki bu bütün aile qüvvələr, istər makrokainatlarda yaşayan, istər mikrokainatlarda yaşayan bütün aile qüvvələr eyni. Mental şuur dairəsinə malikdir. Ona görə ehtiyac yoxdur ki, nəyəsə yeni bir yenilik edim, yeni bir fikir söyləyim. Və yaxud da ki, təkrarlığa nəyə görə yol verim ki, yəni ki, əgər bütün bu aile qüvvələr eyni efir bədən, astral bədənlə mental şuur dairəsinə malikdirsə, onlarda hansı fərq ola bilər? Yəni bunlarda hər şey eyni təşkil edir. Fərqli xüsusiyyətləri burada tapmaq mümkündür. O fərqli xüsusiyyətlər yalnız ola bilər ki, onların enerji qidalanması müxtəlif ola bilər və eyni zamanda bunların qidalandığı enerjinin özünün tərkibi də müxtəlif ola bilər. Müxtəlif tərkibdə enerjiyə malik olarlar. Və ancaq bu haqda söhbət etmək olar. Mənə elə gəlir ki, yəni fikir gəlsə ola bilsin ki, bu mikrokainatlarda da yaşayan aile qüvvələr haqqında fikir söyləyəndə əlavə fikir gəlsə, yəni ki, amillərin nümayəndəsi mənə əlavə fikir desə, mən onu sizin nəzərinizə çatdıracağam. Növbəti mikrokainat septonomeziyadır. Septonomeziya da sferadan ibarətdir. Həmin sfera həm materiyadan və atmosferdən təşkil olunmuşdur. Həmin septonomeziyada yaşayanlar da ali qüvvəli mən septonlar adlandırdım. Septonlar da vilayət qanunu əsasında öz həyat tərzlərini qurublar və öz həyat proqramlarını həyata keçirirlər. Növbəti mikrokainat diameziya adlanır. Diameziya haqqında deyə bilərəm. Diameziya da deməli materiya atmosferdən ibarətdir. Diameziyada yaşayan ali qüvvələri dionlar adlandıran. Dionlar da efir bədəndən, astral bədəndən və mental şuur dairəsindən təşkil olunmuşdur. Növbəti mikrokainat heksontropdur. Heksontropda yaşayan ali qüvvəli heksonlar adlanır. Heksonların da simbolik formasını nəzərdə yetirsə, onlar efir bədən, astral bədən və mental şuur dairəsindən təşkil olunmuşdur. Növbəti mikrokainat fersontrop adlandırmışam və fersontropda yaşayan ali qüvvələr fersonlar adlandıram. Bilirsiniz, burada görürsünüz ki, hər bir məkanda yaşayan ali qüvvələr ilə məkanın adına uyğunlaşdırmışam. Məsələn, heksantropda yaşayanlara məkanın adı ilə heksonlar adlandırmışam. Yəni burada söhbət ali qüvvələrdən gedir. İndi fersantropda yaşayan ali qüvvələr fersonlar adlandırmışam. Onların da efir bədən, astral bədəni və milli mental şuur dairəsi vardır. Növbəti mikrokainat tersontrop adlanır. Tersontropda yaşayanlar tersonlar adlandırmışam ali qüvvələri. Tersonların da mən deyərdim ki, onların simvol formasına nəzər yetirdikdə baxarıq ki, onlar da deməli efir bədən, astral bədəndən və milli mental şuur dairəsindən ibarətdir. Növbəti mikrokainat sektontrop adlanır. Sektontropda yaşayanlar sektonlardır. Sektonların da simbol forması efir bədəndən, astral bədəndən və milli mental şuur dairəsindən ibarətdir. Mən əvvəllər vaxtı ilə onu da deyim ki, bu makrokainatlar, mikrokainatlar haqqında mən geniş sizə izahat vermişəm. Siz bunu gözəl bilirsiniz.
Bunlar haqqında məlumatlar verilibdir və ona görə də istəmirəm ki, başqa əvvəl çıxış etdiyim informasiyaları yenidən sizin nəzərinizə çatdırım. Onu deyim ki, növbəti mikrokainat Filistotropdur. Filistotropda yaşayan ali qüvvələri Filistonlar adlandırdım. Onların simvol formasına baxanda onlar da efir bədəni, astral bədəni və mental şuur dairəsindən ibarətdir. Nəhayət, biz özümüzün kainatımız haqqında söhbət etdim. Yəni, ən sonuncusu bizim mikrokainatdır. Düz, bax bu makrokainatlar haqqında, mikrokainatlar haqqında danışıram. Əlbəttə ki, insanlar, bilirəm ki, insanlar bunu dərk etmirlər. İnsanlar deyirlər, necə, yəni bizim kainatdan başqa, yəni bizim kainatdan kənarda necə ola bilər, makrokainatlar ola bilər, mikrokainatlar ola bilər, Allahın dərgahı ola bilər, Allahın dərgahının 9 məkanı ola bilər. Bu necə ola bilər? Yəni, mən deyərdim ki, insanların hamısı, adi insan hamısı və eyni zamanda bu uyanışı insanların da bir 90%, bəlkə 99%. Uyanışı insanların 99%, əlbəttə ki, mən bu fikirlərimi qəbul edə bilməzlər. Onlar dərk edəməzlər ki, necə? Yəni, bizim kainat böyük bir, geniş bir ərazidir, nəhəng bir kainatdır. Necə belə bir böyük əraziyə, geniş əhatə dairəsinə malik olan bizim kainatdan sonra da, yəni başqa mikrokainatlar mı var, başqa makrokainatlar mı var? Və bunu bilirəm ki, onlar qəbul etməyəcək. Mən də bilirəm ki, adi insanlar bunu qəbul etməyəcək, ancaq aminlərin nümayəndəsi mənə dedi ki, adi insanlar qəbul etməsələr də, uyanış insanlar qəbul etməsələr də, sən o videonu çəkməlisən, sən öz çıxışlarını davam etdirməlisən və mən həmişə demişəm ki, mənim çıxışlarım müxtəlif xarakterlidir. Mənim elə videolarım var, birbaşa adi insanlara aiddir. Mənim elə videolarım var, birbaşa uyanışı insanlara aiddir. Mənim videolarım var ki, onlar birbaşa 20-ci əsrdə yaranacaq oldu insanlara aiddir. İndi bax, bu Ulu Tanrı rubrikasından çıxış edirəm. Bütün bu çıxışım, mənim söylədiyim fikirlər, bunlar birinci, birbaşa oldu insanlara aiddir. Uyanışlı insanlar, adi insanlar, bunu mənim bir fantastik fikirlərim kimi qəbul etsinlər. Elə bir fantastik kinoya baxırsınız, mən danışıram, mən bu məkanlar haqqında söhbət edirəm. Sizdə elə bir illüziya yaranır ki, siz həmin onları təsəvvür etsəniz, deyirsiniz, hə, mən də görürəm. O makrokainatı, mikrokainatı görürəm. Bir növ sizdə illüziya yaranır, təsəvvür yaranır. Elə o təsəvvür yaranmaq, anlamaq deməkdir, yəni ki, qəbul etmək deməkdir. Siz də yəni ki, Ulu Tanrı rubrikasında çıxış edəlim bu informasiyaları bir, deyək ki, illüziya kimi, fantastika kimi qəbul edin. Bəzən mən çıxışlarıma onu demək istəyirəm ki, indi biz gələn çıxışımızda öz qalaktikamızdan danışacaq.
Mən öz çıxışımda qalaktikaların daha doğrusu bizim qalaktika deyirəm. Bizim kainatın struktur quruluşundan danışmaq istəyirəm. Və bizim kainatın struktur quruluşundan söhbət edəcəm və vaxtımız olsa müəyyən məkanlardan da sizin nəzərinizə çatdıracağam və həmin məkanlar haqqında da öz fikirlərimi bildirəcəm və bu haqda da müəyyən söhbətlər edəcəm. İndi nə demək istəyirəm? Burada söhbət ondan gedir ki, burada əsas məqsədim nədir? Bəzən mənim çıxışlar ki edirəm, mən söhbətlər edirəm. Bəzən yəni mən çıxışlarıma qulaq asan insanlar müəyyən fikirlər söylüyor. Və bu bəzən də mənim o fikirlərimi bəzən dərk etmirlər və dərk etmədiyinə görə də bunlar deyirlər ki, bu mürəkkəb fikirlərdir, bunu biz qəbul edə bilmirik. Sən çalış bunu sadə formasında de. Biz başa düşək. Mən də deyirəm ki, elə bir siz fantastik günah baxmırsınız. Mənim bu fikirlərim də fantastik fikirlər kimi qəbul edir. Ancaq bəzi oyanışlı insanlar da mənim bu çıxışlarıma müəyyən fikir söylürlər, düzdür. Bəzən bəzi oyanışlılar müəyyən fikir söylüb, mənim fikirlərimi qəbul edirlər. Bəzi oyanışlar isə müəyyən mənada irad tuturlar ki, yox, belə bir fikir düzgündür, bu məntiqa uyğundur, gərək hər şey məntiq əsasında olsun, məntiqa uyğun olsun. Bax, belə fikirlər də söyləyən insanlar var. İndi bu mənim vəzifə borcumdur. Yəni, hər bir oyanışlı insanı Ulu Tanrı mənim bir vəzifə qoyur. Mənim də qarşıma Ulu Tanrı vəzifə qoyubdur. Və bu Ulu Tanrının mənim qarşıma qoyduğu vəzifələri amillər gəlib mənə deyir ki, Ulu Tanrı sənin qarşına bu vəzifə qoyur. Ulu Tanrı səni amillərin yer plan sərhəd nümayəndəsi seçir. Yəni ki, mən yer planetində amillərin sərhəd nümayəndəsiyəm. Yəni, bu Ulu Tanrı rüsxət verməsə, mən amillərin yer plan sərhəd nümayəndəsi ola bilmərəm. Və mən Ulu Tanrının göstərişlərini yerinə yetirirəm. Ulu Tanrı mənim qarşıma qoyduğu vəzifələri yerinə yetirirəm. Mən bu vəzifələri yerinə yetirməklə bu rubrikaları çəkməliyəm və sizə həmin videoları YouTube'a qoymalıyım. Siz də həmin YouTube'a baxmalısınız. Hələlik bu qədər əziz dinləyicilər. Sağ olun. Gələn görüşlərə dək.